Deməli, qədim zamanlarda yaman zəhmili, qılıncından qan daman bir şah var imiş. Bu şahın dünyada hər şeydən, hətta xəzinəsindən də çox sevdiyi bir ərəb atı olur. At nə at, küləklə yarışır. Bahu! Şah bu ata o qədər bağlanmışdı ki, arpanı qızıl teşdə verirdilər. Bir gün şah bütün vəzirləri yığır başına və çox sərt bir fərman verir. Bilin və agah olun, bu at mənim gözümün işığıdır. Əgər bir gün kimsə cürət edib mənim qarşıma gəlib desə ki, şah sağ olsun at öldü, and olsun şahlığıma o adamın dilini kəstirib boynunu vurduracağam. Vay vay vay, saray əhlinin canına lərzə düşür. Amma gəl ki, əcəl at olanda şah fərmanına baxmır. Günlərin bir günü at qəfildən xəstələnir, dərindən nəfəs alır, ayaqlarını uzadıb canını tapşırır. Tövlədə qopur bir qiyamət. Hayda, ay cəmaat, şah az sonra oyanacaq. Mən gedib desəm, məni qılıncdan keçirəcək. Sən getsən, səni astıracaq. Bəs bu xəbəri kim versin? Birdən kiminsə ağlına Molla Nəsrəddin gəlir. Təcili tapıb gətirirlər saraya. Molla vəziyyəti başa düşür. Çarəsiz qalıb, yavaş-yavaş gedir şahın hüzuruna. Şahım, başınız var olsun. Mən gəldim ki, sizin o sevimli atınızdan biraz xəbər verim. Hə, Molla, de görüm atım necədir? Yoxsa xəstələnib? Şahım, narahat olmağa dəyməz. Sizin o şanlı, şöhrətli atınız var ha, o hal-hazırda elə bir dərin rahatlıq içindədir ki, məsələn, 4 ayağını da elə arxayın, elə sərbəst şəkildə uzadıb ki, bu fani dünyanın qaça-qaça heç vecinə də deyil. Ha, başa düşdüm. Deməli, yorulmuşdu, indi dincəlir. İndi dincəlir. Başqa nə edir? Nə edir? Sonra şahım, o gözəl gözlərini elə bərk-bərk yumub ki, heç açmaq istəmir. Yəqin dünyanın dərdi-səri onu yorub. Necə yəni gözlərini yumub? Bəs yemək-içmək necə? Yeyirmi? O ki qaldı yeməyə, şahım, at elə bir dərvişlik məqamına çatıb ki, nəinki nemətlərdən imtina edib, heç nəfəs almağa da ehtiyac duymur. Ümumiyyətlə, nəfəsi gəlib getmir. Bəs, ay bədbaxt, lənət şeytana, denə at öldü də. Lənət şeytana, day denən at öldü də. Pahu, şah sağ olsun. Mən belə bir şey demədim, vallah billah. Ölüm xəbərini siz özünüz verdiniz. Qanunda. Mənli heç nə yoxdur.